Burada sual var ki, əgər xala ilə küslüyəmsə, xala da barışmaq istəmir. Ee, Yəni qısacası deyir, nə etməliyəm? Cavab odur ki, könlünü almağa çalışmalısan, hər yolu yoxlamalısan, hətta könlünü alasan və barışasan. Xala İslam dinində ana yerindədir. Hətta ana vəfat eləsə, ananı əvəz eləyən şərii baxımından xala sayılır. Həm də xala təbii ki, ananın yerini tutacaq, çünki ananın öz bacısı olur. Və ona görə yaraşmaz ki, övladlara xalaları ilə, bibiləri ilə, əmiləri ilə, dayıları ilə şər'i səbəb olmadan küslü qalsınlar. Yəni, hər hansı bir dünyavi şeyə görə küslü qalmaqları doğru deyil. Ona görə tövsiyəm odur ki, bir yolla bir könlünü almaq üçün yollar düşün və bu küsürlüyü ortadan qaldır, barış.